Şamın xərabəsində xanım Zeynəb deyir ki, gördüm, gecə oyanıb yenə ağlayır. Durdum yuxudan, dedim, qızım, niyə yatmışsan, yemək istəyirsən, su istəyirsən, dedi, acam, susuzam, amma nə yemək, nə su istəmirəm, mən atamı istəyirəm, atamdan başqa heç nə istəmirəm. Kim onun ziyarətinə gedib Şamda, Suriyada deyirlər ki, oyuncaq aparır cəmaat onun ziyarətinə. Mənası budur ki, yəni uşaq ağlayanda onu sakitləşdirəndə oyuncaq verərlər. Day atasının kəsik boğazını, kəsik başını gətirib qarşısında qoymazlar. Xanım Zeynəb deyirlər ki, bu başı gətirdilər xərabəyə, gördüm ki, qolların çirmələdi. Əvvəl qolların göstərdi atasına ki, bax gör qollarımı necə göyərdirlər. Deyir, gördüm, danışdı. Həzrət Zeynəb deyir, gördüm, səsi kəsildi, day danışmır. Elə bildim, yuxuya gedib. Sevindim ki, yuxuya gedib, aram olub, atasını görüb, sakitləşib. Xanımlara dedim, səs salmayın, deyəsən uşaq yatdı. Yaxınlaşanda gördüm, elə bir mənzərə gördü ki, Həzrət Zeynəbin naləsi ucaldı. Gördüm, baş düşüb bir tərəfə, Namsenin o 3 yaşlı qızının bədəni düşüb bir tərəfə.